İyulun 30'unda Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi ara bir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, temperatur gecə 24-26, gündüz 29-33 dərəcə isti olacaq. Sabah Naxçıvanda yağıntı ehtimalı yoxdur, temperatur 29-35 dərəcə isti gözlənilir. Azərbaycanın əksər rayonlarında da sabah yağıntı ehtimalı yoxdur, lakin bəzi dağ-ətəyi və dağlıq rayonlarda yağış yağacaq, ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək, bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi arabir güclənəcək. Temperatur gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz isə 23-28 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.